Ay balıq bürcünün qədrini bilməyənlər, orada burada gedib balığın haqqında pis danışanlar. Açın kar qulaqlarınızı, balıqların sizə etdiyi insanlıq, fədakarlıq, mərhəmətliyi, o gözəl sevgisi kör gözünüzə girsin. Lal olun, balıqların haqqında pisləməyin. Balıqlar Allahın ən yaxın insanlarıdır. Balığın xətrinə dəyəni Allah Taala zamanı gələndə zəlil gününə salır. Unutma bunu. Balıq bürcündə olan insanlar pisliyi bacarmır. Hər kəsə yaxşılıq edir. O qədər yumşaq ürəyi var, pislik görür, amma yenə də yaxşılıq edir. Burası balıq bürcləri o qədər dəyər verdiyi insanları sevir, axırda sevdiyi insanlar qudurur. Balıqlar sevdiyi insanlara qarşı hər zaman məsuliyyətli olur, fədakarlıq edir. Bax, ona görə də balıqların ruhları yorulur. Balıqlar su kimi təmiz, saf olurlar, sevgilərin də həqiqətən su kimi olurlar. Amma bircə balığı aldatma. Balığı aldatdınsa, səni elə silər ki, vaxtı zamanı gələndə iti qovan kimi. Balıq bürcündə olan insanlar nə qədər həssas olsalar da, amma güclü, dayanacaqlı insanlardır. Balıqlara kimsə bata bilməz. Çünki göydəki ağ yol balıqların yoludur. O yolda cənnət yoludur. Balıqlar göydəki ağ yola baxar. Balıqlar sizin kimi bu dünyada vara dövlətə baxan adamlar deyil. O birisi dünyasında fikirləşən insanlardır. Gözü tox insanlardır balıqlar. Tək cümlə ilə deyim balığı. Xeyirxah insanlardır, amma yarımadılar. Allah, balıq elə bir insandır ki, bir insan dara düşsə, özündə olmasa belə, özünə görə gedib ağız açmaz, amma sənə görə başqasına gedib ağız açar ki, səni çətinlikdən çıxartsın. Heyflər olsun balıqların qədrini bilməyənlərə. Heyflər olsun.